Herkese salam, kanalıma ve videoma bir daha hoş gelmişsiniz. Necəsiz? Bugünkü videomuz ne hakkındadır? Başlıqdan da gördüğünüz gibi bugünkü videomuz funksiya, trigonometriya ve logaritma bölmələri hakkında olacaq. Deməli, dostlar, bu 3 bölmə hakkında bugün bir video çəkməyə qərar verdim. Əvvəlcədən bunu qeyd etmək istəyirəm ki, biraz bu videoda yorğun görünürəmsə üzrlü sayın. Çünki kursdan gəlib çəkirəm bu videonu. Harca 1 saat istirahət elədim və videonu çəkməyə qərar verdim. Çünki bugün çəkim aradan çıxsın, sabah paylaşacağım. Yəni bu videomu 6-cı gün çəkirəm, bazar günü paylaşacağım gün içində. Əvvəldən çəkirəm ki, yəni hazır olsun, sonraya qalmasın. Sabah biraz dərs yazmağı planlaşdırıram yeni həftə üçün. Nəysə, deməli bugünkü videomuzda dedim ki, bugünkü videonu funksiya, trigonometriya və logaritma bölmələrinin üçünə ayırım. Riyaziyyat haqqında bilirik ki, bu üç bölmə riyaziyyatın ən önəmli bölmələrindəndir. Xüsusən də funksiya ən vacib bölmələrdən biridir. Çünki əksər bölmələr ikinci hissədə funksiya üzərində qurulur. Yəni trigonometriyanın funksiya ilə əlaqəsi var, logaritmanın funksiya ilə əlaqəsi var. Limitin, teoremin, integral, limit teoremi üçü zaten funksiyaya tətbiq olunan bir şey olduğuna görə əsasən bunlar da yenə funksiya ilə sıx, yaxından əlaqəli bölmələrdir. Bugün sizə bu üç bölmə haqqında danışacağım. İmtahana az bir müddət qalmış, bu bölmələri necə ümumiləşdirək, necə öyrənək, boşluqları necə dolduraq, hansı bölməni, yəni hər üçü haqqında ayrı-ayrı da danışacağım ki, hansını nə səviyyədə öyrənmək lazımdır, hansında nə tip suallar düşür və hansını öyrənərkən necə üsullardan istifadə etməliyik, bu haqqda danışmaq istəyirəm. Onda başlayaq mı? Başlayaq. Deməli, bilirik ki, funksiya, trigonometriya, logaritma, funksiya, trigonometriya və logaritma ikinci hissə test toplusunun mövzularıdır. İlk 3 bölmədə ardıcıl gəlirlər və onlar ikinci hissədən cəbirdən düşən yeganə 3 bölmədir bunlar. Yeganə 3 bölmədə deyirəm, amma yəni dəryadır. Üçü yəni dəryadır. Funksiya biraz daha qısadır, amma trigonometriya və logaritma həqiqətən uzundur. Əvvəlcə gəlin başlayaq funksiya haqqında danışaq ki, funksiya bölməsinə necə hazırlaşaq, bu bölməyə necə yanaşmaq lazımdır. Bunu da qeyd edeyim ki, əgər bu videonu, mən düzdür bu videonu buraxılışı az qalmış bir müddət çəkərəm, amma ümumi olaraq izləmək istəyənlər də bu videonu izləyə bilər. Yəni əgər sırf buraxılışa, məsələn, tutaq ki, elə bir vaxt izləyirsiniz ki, bu videonu buraxılışa 7 ay qalmış, tutaq ki, indi. Onda yenə izləyə bilərsiniz. Çünki sırf buraxılışa az qalmış, ümumi təkrar kimi çəkmirəm bu videonu. Bu videonu elə çəkirəm ki, qısa bir müddət qalmış bu bölmələri qısa bir müddət qalmış deyirəm. Yəni daha doğrusu ümumi olaraq çəkirəm ki, bu bölmələri necə öyrənmək daha lazımlıdır. Yəni əzbərləyib, oturub əzbərləyib öyrənək, yoxsa daha çox araşdırıb öyrənək, yəni hansı daha önəmlidir bu formada, yəni ümumi olaraq belə. Onda gəlin başlayaq. Çox uzun danışdığımı bilirəm. Əvvəl funksiya haqqında danışaq. Bu vərəqdə qoymuşam qabağıma, bu trigonometriya haqqında danışacağam. Əvvəlcə başlayaq funksiya bölməsi haqqında. Funksiya bölməsi ikinci hissənin ilk bölməsidir və şagirdlərin əksəriyyətinin qorxduğu bölmədir. Həqiqətən müşahidə etmişəm bunu. Əksər şagirdlər, əksər öyrənənlər narahat olur bu bölmədən. Çünki həqiqətən belə deyə də əsl araşdırma bölməsidir və bunu qeyd edeyim ki, mənim şəxsən ən belə önəm verdiyim və ən sevdiyim bölmədir. Riyaziyyat üzrə, bütün riyaziyyat proqramı üzrə ən sevdiyim bölmə funksiya bölməsidir, funksiya və qrafiklər bölməsidir. Çünki bu bölmə həqiqətən yəni tam mənlikdir, tam araşdırma tipli bölmədir. Mən ümumiyyətlə əzbərçi bölmələri heç sevmirəm. Riyaziyyat zaten özündə əzbərçi bölmə demək olar ki, yoxdur. Trigonometriyada düzdə əzbərçi yer var, amma o da müəyyən bir məntiqə əsaslanır. Amma funksiya bölməsi elə bir şeydir ki, burada əzbərçiyə aid heç nə yoxdur. Yəni sıfır düsturlu bir bölmədə, yəni elə deyə bilərəm. Və yəni düsturlar varsa da düstursuz həll olunur. Onlar da ki, müəyyən hallarda lazım olur. Ümumi olaraq istənilən sualını düstursuz həll etmək olur, belə deyə bilərik. 99% sualları düstursuz həll edə bilərsən. Yəni belə deyə də anlayaraq öyrənə biləcəyiniz tam qəşəng bir bölmədir. Və funksiya bölməsini öyrənmək üçün əsas nə etməlisiniz? Əsas tövsiyələr nələrdən ibarətdir? Funksiya bölməsini öyrənmək üçün ən birinci və ən önəmli şərt qrafik qoymaq bacarığıdır. Funksiya ümumiyyətlə həll edərkən istənilən funksiyanın qrafikini bilmək lazımdır. Baxın, bu birinci şərtdir. İstənilən funksiya. Ümumiyyətlə bilir ki, funksiya özü qrafiklə təyin olunan bir şeydir. Yəni istənilən funksiyanı siz qrafik ilə araşdıra bilərsiniz rahatlıqla. Yəni istənilən funksiyada, yəni bu qəşəng bir xüsusiyyətdir. Çünki istənilən funksiya verilirsə sizə trigonometrik funksiya olar, loqaritmik funksiya olar, xətti funksiya ola bilər, parabola ola bilər, yəni kvadratik funksiya ola bilər, kubik funksiya ola bilər, 4-cü dərəcəli funksiya ola bilər, 5-ci dərəcəli funksiya ola bilər. Yəni bundan asılı olmayaraq istənilən funksiyanın qrafiki mövcuddur. Bunu bilirik.
istənilən funksiyanın qrafiki mövcuddur. Və buna görə də istənilən funksiyanı qrafik quraraq öyrənə biləcəyimizə görə birinci tövsiyəm bundan ibarətdir ki, funksiyanı anlamaq üçün birinci onun qrafikini anlamaq lazımdır. Belə yəni əzbərləyərək gediləcək bir şey deyil. İstənilən funksiyanı yazmaq üçün onun qrafikini birinci növbədə bilmək lazımdır. Yəni sizə o funksiyanı verəndə sən artıq ağlında təsəvvür yaranmalıdır ki, bunun qrafiki nədir? Xəttdir, paraboladır, ya məsəl üçün kubik funksiyada kimi belə bir qrafik olacaq. Yəni onu artıq avtomatik ağlınızda o nə etməlidir? Yaranmalıdır. Bu birinci şərt. Yəni funksiya bölməsini öyrənmək üçün mütləq şəkildə ən önəmli şərt. Baxın, bütün şərtlər arasında ən önəmlisi onun qrafikini qurmaqdır. İstənilən funksiyanın qrafikini yəni tam anlayırsınızsa, o zaman o funksiyası da alınacaq. İndi bu videosun üçün dərs sahi videosu deyil, yəni mən burada oturub qrafik qurmağı öyrətməyəcəm. Sadəcə onu qeyd edeyim ki, yəni bu bölümünü öyrənmək üçün qrafik qurmağı bildinizsə narahat olmayın, istənilən sualı həll edə biləcəksiniz. İstənilən sual. Çünki istənilən sual funksiyada qrafiklə həll oluna bilən tipdədir. Bunu rahatlıqla deyə bilirəm. Çünki düzdür, bəzi suallar olur, yəni qrafik lazım deyil, grafiksiz həll edirsən, amma qrafiki anlayan şagird narahat olmasın eşnəkdən o bütün funksiyanı artıq bitirdi, bacardı. İlk bölməsi funksiyanın, demək, xətti funksiya, tərs funksiya, qrafiklər və s. Bu bölmə həqiqətən o qədər dəhşətli bir bölmə deyil, maraqlı bölmədir. İkinci bölməmiz paraboladır. Parabola çox önəmli bölmədir funksiya içərisində. Çünki bu bölmə həm buraxılışa çox düşür, müşahidə etmişəm, həm də bloka çox düşür. Çox düşür, yəni mütləq düşür də, yəni bir sual. Buraxılışda məsələn parabola sualları çox görmüşəm. 9-da da 11-də də düşən sual tipidir. Parabola verir, deyir A üstə gəl, B üstə gəl, C əmsallarının cəmini tapın və s. Məsələn 9-da yazmayaq ki, mən buraxılış imtahanı verəndə orada elə bir sual var idi. Parabolanı vermişdi və deyirdi ki, parabolun deməli x oxunu kəsən nöqtələr, y oxunu kəsdiyi nöqtə verilmişdi. A, B, C əmsallarının cəmini soruşurdu. Belə bir şey düşmüşdü. Belə. Parabola bu, yəni parabola önəmlidir. Bu bölməyə mütləq şəkildə fikir verin. Yəni parabolanı öyrənmək üçün baxın, bunu qeyd edək ki, birinci parabola qurmağın qaydalarını öyrənməlisiniz. İstənilən kvadratik funksiya sizə verəndə onun parabolasını qurmağı bilməlisiniz. İstənilən funksiyada. Bunun üçün də əsas şərt m-lə n-in düsturlarını bilməlidir. Təpə nöqtənin x və y koordinatları. Bunu bilməlisiniz birinci şərtimizdə. Elə ən önəmlisi budur. Sonra bunu məsələn x oxu ilə kəsişmə nöqtələri, y oxu ilə kəsişmə nöqtəsi, bunları bilmək vacibdir, amma onlara belə deyək də onlar çox xüsusi bir şey, düstur yoxdur da, yəni əsas bir dənə funksiya bölməsində baxın, bu iki düstur önəmlidir deyərdim. Həqiqətən bunu əzbərləsəz yaxşıdır. M və n-in düsturları. Bunlardan istifadə edərək parabolun təpə nöqtəsini qurursunuz, ədəd verərək qalanın özünüz təsəvvür edə bilərsiniz. Qollar yuxarı gedirsə müsbət, daha doğrusu əmsal müsbətsə qollar yuxarı, əmsal mənfisə qollar aşağı formada qrafik çəkiləcəkdir. Belə parabola bu. Sonra modulu x kök x funksiyaları da qrafiklərini, bu zaten dəhşətli bir bölmə deyil, çətin bölmə deyil, bu da rahatdır. Tək cüt funksiya, artan azalan funksiya, dövri funksiyada elə də ağır deyil. Baxın, ən önəmli bölmələrdən biri. Təyin obası və qiymətlər çoxdur. Bu bölmədə çox, belə deyək də, araşdırma tələb edən suallar dolu bir bölmədir. Bu bölməni əzbərci şagird heç cür öyrənə bilməz. Məntiqini tutan şagird isə rahatlıqla öyrənə bilər. Həqiqətən belə funksiya elə bölmədir ki, elə bölmələr var ki, məsələn, yazırsan amma nəsə o deyil də, yəni bölmə yazırsan amma adama ləzzət eləmir bölmə. Amma funksiya bölməsi elə bölmədir ki, sualı işləyəndə adamın özünə ləzzətləyir. Yəni elə bir bölmədir. Həqiqətən adamın xoşuna gələn bölmələrdən biridir. Təbii ki, bunu hər adam xoşlanmır da. Niyə? Çünki bəzi insanlar var ki, bəzi şagirdlər var ki, yəni anlamır da, nə istəyir eləyir, nə eləyirsə eləsin, anlaya bilmir bu bölməni. Lakin elə düşünməsinlər şagirdlər. Yəni necə anlamamaq olmaz da, həqiqətən elə bir bölmədir ki, o məntiqi tutmaq olur. Hər şagird o məntiqi tuta bilər. Düzdür, bəzi suallar ağır, belə deyək, biraz yaradıcılıq tətbiq edir. Artıq orada müəyyən qədər necə deyim, yəni oturub əzbərləyib qayda öyrənməklə tətbiq olunan bir şey deyil də, o şagird özü o yaradıcı şəkildə o ağlına gəlməlidir. O tip sualları nəzərdə tutmuram. Amma ümumi olaraq həqiqətən öyrənə bilən bölmədir. Yəni buraxılışda gedib o sualı yaza bilərsən də, yəni çalışaraq bu bölmədə. Qrafiklə qarşılıqlı vəziyyət gəlir sonra. Bu biraz blok səviyyəlidir. Buraxılışda da düşərlər, amma ən sadələrdə, yəni burada həqiqətən qəşəng samballı suallar var. Blokluqdur bu bölmə biraz. Belə funksiya haqqında ümumi olaraq bunlar demək istədim. Yəni funksiya bölməsini öyrənmək üçün dediyim kimi çalışın ki, mövzunun o məntiqini tutasınız. Yəni o məntiqi tutaraq funksiya avtomatik gedir, yəni rahatdır. Həqiqətən bu bölmənin məntiqini tutsaz rahatdır. Yəni artan funksiya nə deməkdir? Bunu tutdursa o bölmə rahatdır. Azalan funksiya nə deməkdir? Bilirsiniz heç azalan funksiya nə deməkdir? Onu öyrənin, azalan funksiya nə deməkdirsə, məntiqini tutun ki, x-dan x oxu üzrə soldan sağa doğru baxıram qrafiki, aşağı düşürmü? Baxıram ki, aşağı düşür də soldan sağa. İndi videoda tərsinə düşəcək böyük ehtimalla. Baxın belə, soldan sağa doğru. İndi mənim solum sağım videoda dəqiq necə düşəcək? Yəni soldan sağa doğru getdikcə nə etməlidir funksiya? Bu azalan funksiya. Qutardı. Azalan funksiyanı tam anladın. İstənilən funksiyanı verirsən də qrafikini qur, azalan yoxsa artan olub olmadığını tapacaqsan. Qutardı. Yəni burada əlavə bir şey yoxdur həqiqətən. Belə.
Keçək onda trigonometriya haqqında danışaq. Trigonometriya bölməsi mənim belə deyim də riyaziyyatda ən sevmədiyim bölmələrdən biridir. Niyə? Çünki bu bölmə elə bir bölmədir ki, burada əzbərləmədən belə deyək, əzbərləməli yerlər çoxdur. Və mənim belə bir vərəqim var. Bilməm nə dərəcədə düşürsə belə göstərim. Burada mən bütün trigonometriyada lazım olacaq düsturları yazmışam. Çevirmə düsturları var burada. Çevirmə zaten o qədər çətin deyil, o heç. Sonra məşhur düsturlar sinus kvadratından kosinus kvadratının cəmi 1 olması, tangensindən kotangensin asilinin 1 olması, sonra 1 üstə gəl tangens kvadratı, 1 üstə kotangens kvadratı bu düsturlar var. Sonrasında isə qalan bütün düsturlar, cəmin fərqin trigonometrik funksiyaları, deməli cəmin hasilə hasilinin cəmə çevrilməsi düsturları, 2 qat və yarım arqument düsturları və s. və s. ilə əsas bunlardır da. Yəni bunların hamısını mən yazmışam. İndi baxın belə bir şey deyək. Trigonometriya bölməsini mən öyrənərkən, bu bölməni öyrənərkən 10-cu sinifdə mən öyrənmişdim bu bölməni ilk dəfə, zaten onda keçirdi proqramda da. Amma məktəbdə öyrənmişdim. Yəni belə deyək də o bazanı məktəbdə qoymuşdum. Sonradan mən artıq hazırlıqda bu bölməni keçirdim. Mənim üçün o da çətin olmadı. Bunu zaten mən məktəb proqramında yazmışam. Yəni məktəbdə hər dəfə bölmələri keçdikcə 10-cu sinifdə bir-bir o düstur, təzə düstur keçdik mi, məsələn dərslikdə vardı orada. O düsturu bura qeyd edirdim. Keçdiyimi qeyd edirdim, qeyd edirdim və sonra xətt çəkirdim, keçirdim o bir başlığa. Bu dəfə yəni məsələn hasilin cəmə çəkilməsi, düstur keçdik, qeyd edirdim və bununla da buraya yazmışam və artıq ürəyim tam rahatdır. Niyə? Çünki dərslikdə olan bütün düsturlar mənim əlimdə var. O zaman mən bu düsturları bilərək maksimum yaza bilərəm riyaziyyatı, trigonometriya suallarını. Çünki dərslikdən kənar sual düşmür, bunu bilirik. Yəni əlavə düsturda yoxdur burada. Yəni sırf dərslikdə hansılar var, onları yazmışam və məsələn var ya, məsələn güvən kitabında çoxdur. Çox o qədər artıq deməyə düsturdur da, yəni də amma yəni lazımsız düsturdur da, yəni həqiqətən belə yəni lazım deyil də, heç şeydə istifadə edən deyilsən o düstur, amma var yəni. Ona görə də mən yəni bu vərəqi hazırlayaraq özüm üçün demişəm ki, ancaq lazımdır. Bunların hamısını bu dəqiqə mən əzbər yəni tam bilirəm. 10-cu sinifdə mən bunları təkrarlamışam. 11-ci sinifdə bu il də ikinci dəfə mən üstündən keçdim, işlədim və yəni tam artıq yadımdadır. Və trigonometriya bölməsini öyrənmək üçün çox önəmli şərtiniz bundan ibarətdir ki, siz artıq burada əzbər qabiliyyəti işə düşür. Əzbərlik, amma bu demək deyil, bütün trigonometriyada əzbər lazımdır. İlk bölmədə o qədər lazım deyil. Düstur o qədər belki bəzi suallara rast gəlir, yəni də məsələn inteqrasiya olur o bir bölmələrdə ki, məsələn bir başqa düsturdan istifadə edərək tətbiq edirsən. Amma deməli ilk bölmələrdə, yəni ilk başlıqda trigonometrik funksiyalar bölməsində bunun və bunun alt bölmələrində düstur o qədər lazımdır. Əsas dəhşətli bölmə ikinci bölmədir. Hansı bölmədir bu bölmə? Trigonometrik funksiyalar üçün toplama teoremi. Baxın, toplama teoremi bölməsi həqiqətən ancaq düsturu və çox yorur. Mənə yəni riyaziyyatda ən çox yoran bölmələrdən biridir və yazarkən bezdiyim bölmələrdən biridir. Bezdirəm falan deyirəm, bu demək deyil, mən bölmələri başa düşürəm, lakin yorur bu bölmə insanı. Yorur, həqiqətən çox yorur. Üçüncü bölmə fənliklər bölməsi də, həqiqətən fənliklərin müxtəlif sualları həllində çox əcaib, əsəb eləyən suallar var, lakin onları da yəni işləyib bitirmişəm. Bitirməyən ümumi olaraq trigonometriya. Bir də əmələ loqaritmanın axırları qalıb, tənliklərlə bərabərçilikləri qalıb, onları da bitiririk artıq. Hardasa 2-3 gündən sonra tam proqram bitəcək. Zaten biz paralel hardasa bir 3 həftədə təkrar da gelirik, nəysə. Harada qalmışdıq? Aha, trigonometriya haqqında deyirdik ki, trigonometriyanı deməli ilk bölməsini öyrənmək üçün hardaydı bu ilk bölmə? Trigonometrik funksiyalar. Artıq burada funksiya vardı ya içində. Biraz araşdırma tipli suallar var. Yəni funksiya suallarını burada araşdıraraq öyrəniləcəyiniz tipdir. Lakin ikinci və üçüncü bölmələrdir. Yəni tənliklərdə biraz araşdırma tipli suallar var. İkinci bölmə yəni ancaq deyə bilərik ki, biraz əzbərçi bölmədir. Orada nədir tövsiyəmsə, oturun birinci olaraq bu düsturları bir vərəqə yazın, bütün hamısını. Yazdınız mı hamısını? Başlayın bir-bir əzbərləyin bu düsturların hamısını trigonometriyada. Çünki bir-bir çıxarılışları var bu düsturların. Amma sizə heç məsləhət görməzdim bunları çıxarılışlarından əzbərləmək. Çıxarılışını bir dəfə öyrən, qaydasını bil. Amma oturub hər dəfə 100 sualın 100-ündə oturub eyni düsturu sən çıxarıb yazacaqsan. Yox, əlbəttə ki, əzbərlik getsin yəni. Heç bir bölmədə mən bunu demirəm. Heç bir bölmədə bunu demirəm ki, əzbərliyim, eləyim də. Yadımdan çıxır çünki həqiqətən mənim məsələn Türkçədə 50 dənə düstur var. Artıq indi yəni tam oturuşu düstur şəklində ağlımda qaldı. Normalda bu vaxta kimi hər dəfə oturub məsələn a kvadratı kökdə 3 bölünsün 4. Nəyin düsturudur? Bərabər tərəfli üçbucağın sahə düsturu idi də böyük ehtimalla. A kökdə 3 bölü 2. Bərabər tərəfli üçbucağın tənbölən median öndürüyü düsturu. Bu düsturla 8-də də keçmişəm, 9-da da keçmişəm. 10-da keçmişəm, ancaq 11-ci sinifdə bu il artıq hiss edirəm ki, o düstur tam yadımdadır, əzbər şəkildə yadımdadır. Bu vaxta kimi hər dəfə eyni düsturu çıxarırdım, elə yazırdım da yəni. Nə yalan deyim, amma trigonometriya bölməsində belə deyil. Bu düsturun hamısını əzbərləməyiniz ilkin şərtdir. Bunları əzbərləyin hamısını.
Sonra rahat-rahat başlayın sualları işləyin ki, sizin üçün də çətin olmasın. Əsas tövsiyəm bu olardı yəni. Və suallar hamısı da belə deyil, bir-birinə oxşayan sual tipləri trigonometriyada. Düzdür, biri-birindən çıxır. Elə ki, bu düsturdan buna gəlir, o düsturdan buna gəlir. Sadəcə ümumi bir qayda üzrə yığılır da, yəni suallar o qədər də necə deyim, ətraflı bir şey deyil. Üçüncü bölmə isə trigonometrik tənliklər bölməsi isə yenə də əsas 4 dənə düstur var idi. Orada düzdürmü? Sinus, kosinus, tangens, kotangens. Bunların düsturlarını əzbər bilməlisiniz. Birinci növbədə şərtimiz budur. Bunları əzbər bilməlisiniz. Ümumi düsturlar. Xüsusi hallara əzbərləməyə ehtiyac yoxdur. Onu vahid çevrədən əzbərləyirəm. Vahid çevrədən, daha doğrusu əzbərləməyə ehtiyac yoxdur. Vahid çevrədən hər dəfə onu ağlınıza gətirin. Vahid çevrənin ki, necə idi, oradan avtomatik düstur alınacaq. Belə, bu da oldu trigonometriya. Ümumi olaraq bunları deyim. Yəni trigonometriya ilk dəfə işləyəcəksinizsə, ilk dəfə başlayırsınızsa, mütləq şəkildə nə edin? Bu bölmələri öyrənmədən əvvəl düsturları öyrənin, sonra başlayın. Əsas tövsiyəm bu olardı sizə. Çünki öyrəndikcə, məsələn, belə şagirdlər var, məsələn, tapşırığı işlədikcə düsturu tətbiq edir. Baxır buradan, baxır, yazır ki, gözləyir ki, o düstur onun ağlına girsin. Düzdür, bəzən işə yarayır bu düstur yadda qalır, amma yenə mən onu tövsiyə eləməzdim. Nə biləcəksən ki, imtahanda yəni o sənin yadında qalacaq. O cür işləməyə insan istərseniz vərdiş olur ki, baxıb yazsın, o yəni məncə düz deyil. Yəni öyrən hamısını, sonra yazsa sualı. Yenə baxır sizin öz taktikanızda. Bu mənim belə üsulumdur ki, əvvəldən trigonometriyada bütün düsturları əzbərləyirsən, sonra başlayıb bir-bir işləyirsən və bu yazdığım bu düsturlar var. Bunların hamısını bilən şagird trigonometriyanı bitirə bilər, yəni əlavə düsturdan istifadə eləmədən. Keçək loqaritmaya. Üslü və loqaritmik funksiyalar bölməsinə. Loqaritm o qədər dəhşətli çətin bir bölmədir. Həqiqətən maraqlı bölmədir. Yoran sualları varmı? Var, əlbəttə ki, olmalıdır. Trigonometriya və loqaritma ümumiyyətlə riyaziyyatda ən bəlkə yoran bölmələrdən biridir. Yəni loqaritmik funksiyanın üslü funksiya ikisi funksiya bölməsidir. Əsl araşdırma bölmələrdə, qəşəng bölmələrdə xoşlayıram bu iki bölməni. Funksiya ilə sizdə, yəni də funksiya anlayışı sizdə bazası güclü olmalıdır funksiyanın ki, bunları rahat-rahat öyrənə biləsiniz. Loqaritm bölməsi ikinci bölməsi, yəni biraz belə deyək, axırlara doğru çətin suallar gələ bilər. Bir də loqaritmdə düsturlar var da, bilirik. Loqaritmin düsturları var bir xeyli. Həmin bu loqaritm düsturları önəmlidirmi? Önəmlidir. Bunları mütləq şəkildə əzbərləyirsiniz. Amma loqaritmdə o qədər dəhşətli, çox sayda qarşı düstur yoxdur. Yəni sadədir, həqiqətən bir dəfə oxusan yadda qalan düstur tipləridir. Yəni o qədər trigonometri məsələn çox qarışdırırdım mən o vaxtlar 10-cu sinifdə öyrənəndə. Bir ay keçirdi, təzədən əzbərləyirdim. Üstündən bir ay keçirdi, gördüm ki, qarışdırırmışam. Uca yox artıq. Normalar pozmayalım, buraxılış yaxını. Və deməli, hansı düsturlar idi? Baxın, bu üç düstur. Hansının cəmə çevrilməsi? O qədər nifrətləyirəm bu üç düstura. Həqiqətən, yəni səmimi şəkildə ən nifrətlədiyim üç düstur budur da. Yəni bunları heç xoşlamıram. İstifadə etməyi də mənim xoşuma gəlmir o düsturları. Yəni inşallah ki, yəni heç yerdə lazım olmaz o düsturlar. Mən xoşlamıram da, yəni nə bilim. Və cəm toplamanın, məsələn, iki bucaq cəminin fərqini trigonometrik funksiyalar qəşəngdir, xoşdur. Amma bu üç düstur, yəni heç mənə cazibələri gəlmir də, belə deyək. Onlar məsələn çox yadımdan çıxdı, amma artıq bu il yadımda qalıb ki, belə yadda saxlamışam. Öz də bunu, yəni üsulumu da deyim sizə. Deməli, sinusu sinusa vuranda və kosinusu kosinusa vuranda, yəni eynini eyniyə vuranda düsturun içində kosinus olur. Düsturun içində kosinus olur. Və belə yadda salın ki, kosinus eyniliyi sevəndi. Amma sinus ayrı seçkiliyi sevir. Sinusla kosinus yan yana gəlir. Müxtəlifdirlər axı. Əsas düsturda iki dənə sinus olur. Niyə? Çünki sinus ayrı seçkiliyi sevir. Amma kosinus elədi, yox, kosinus ondan başqadır. İki dənə sinus gördüm, yəni dost. Kosinus o işte olan işlərə baxır. İki kosinus gördüm, yəni dost, iki dənə dost gördü də, yenə kosinus o işə baxır. Və aradakı çıxma üstəgəlmə söhbətindən necə baxıram? Əgər söhbətdə kosinus varsa, araya üstəgəlmə qoyuruq, bax yenə kosinus yaxşıdır. Amma iki dənə sinus yanına gəldi mi düsturda, araya mənfaatlılar baxsın. Bunların yadına. Belə yadda saxlamışam. Düzdür, gülməlidir, amma mənim həqiqətən yadımda qalır da. Bu bir də daha bundan sonra mənim yadımdan çıxan deyil. Çünki həqiqətən yadımda qalır. Siz də çalışın ki, düsturu öyrənəndə və s. eləyərkən özünüzə bir üsul yaradın da, yəni öyrənib keçim üstündən elə yox. Elə üsul yarat ki, özün üçün. O, yəni hər dəfə sənin yadına düşəndə artıq hiss edirsən ki, hə, bunu bilirəm mən. Belə. Loqaritmdə yenə eyni qaydada mütləq şəkildə düsturları öyrənirsiniz. Loqaritmdə o dəhşətli düstur yoxdur. Amma önəmlidir burada düsturları öyrənmək. Üslü loqaritmik tənliklər, həqiqətən tənliklər və bərabərsizliklər biraz araşdırma tiplidir. Biz də məndə araşdırma tiplidir. Yəni sualı həll edərkən xüsusən də o bərabərsizliklər bölməsində var elə sual tipləri. Məsəl üçün bərabərsizlik yerində sən düşünməlisən ki, bu azalan funksiyadır yoxsa artan funksiyadır. İşarət dəyişim yoxsa dəyişməyim. Sıfırdan kiçik qiymət ala bilər yoxsa ala bilməz. O kimi halları nəzərə almaq var deyə mən çox xoşladım. Yəni də araşdırma tipli birazcık bölmədə loqaritmada. Loqaritmik tənliklər, bərabərsizliklər də elə.
Bu qədər. Yəni ümumi olaraq bir dənə ümumiləşdirək ki, üstü loqaritmik tənliklər, bərabərlikləri bu bölmə, bir də üstü loqaritmik funksiyalar. Bu bölmələri öyrənmək üçün birinci öyrənəcəksiniz loqaritmik düsturların ən vacib. İkinci də funksiyaların qrafiklərini. Düsturlarla funksiyaların qrafiklərini əzbərləyən şagird bütün loqaritmaları bitirir. Bütün üstü və loqaritma, üstü funksiya, loqaritma bütün bölmələri bitirə bilər, danışa bilmədimi? Ümumiləşdirmək istəyirəm bölmənin adını alınmadı. Yəni bütün loqaritma bölməsini bitirə bilər o şagird ola bilər. Çünki funksiyanın qrafikini bilsən, avtomatik tənlikdə yaranır, bərabərliklə yaranır. Düsturları da bilsən, loqaritmin xassələri də getdi. Qaldı ki, üstü funksiya, loqaritmik funksiya zaten onlar da özləri funksiyadır. Yəni funksiya onları öyrənsən zaten davamı gəlir. Bu qədər. Çox uzun oldu, yoruldum həqiqətən. 21 dəqiqə oldu deyəsən. Yoxsa 20-dirsə. Deməli, uzun danışdım bilirəm, ümumiləşdirməncə ümumi olaraq danışdım və bir də bunu öyrənmək üçün mütləq şəkildə 20 sınaq kitabından işləyib bu bölmələri bitirməlisiniz. Hansı bölmələrdir? Sınav 4-dən 5. Sınav 4, funksiya və trigonometriya. Sınav 5, üstü funksiya, loqaritmik funksiya. 4-dən 5-ci sınavları tam bitirən şagird, həqiqətən rahat işləyən, maksimum yazan şagird imtahanı eqib trigonometriya, loqaritma maksimum yazacaq. Belə, bunu da biz zaten bunu işləyib bitirmişəm mən. Bu bitir yəni. Bu qədər. Ümid edirəm ki, videosu üçün faydalı oldu. Bu videoda funksiya, trigonometriya, loqaritma bölmələri haqqında danışdım. Bu bölmələri öyrənərkən nələrə fikir verməliyik, nələr önəmlidir, necə öyrənir bu bölmələri, bu haqda danışdım. Artıq yorulmuşam. Və deməli, gələn videolarda nələr çəkməyimi istəyirsinizsə, videonun rəy bölümünə qeyd edin, mümkündürsə və bundan sonra da o haqda videolar çəkim. Hələlik buraxılış imtahanına az qalıb, daha doğrusu buraxılış imtahanına az müddət qalmış, yəni ümumi tip videolar çəkəcəm. İndi gələn dəfə nə video istəyirsiniz məndən qeyd eləyin. Düşünürəm ki, imtahana lap az qalmış, 5 gün, 6 gün qalmış da videolar çəkəcəm və həmin videolarda artıq imtahan prosesi ərzində nələrə diqqət eləməliyik, özüm məsələn streslə necə mübarizə aparaq, necə rahat ola bilərik və s. Yəni ümumi olaraq mövzuları video çəkəcəm. Belə planlarım var. Baxaq indi inşallah çəkəcəm. Bu qədər. Videomuz bu qədər idi. Videonu bəyəndinizsə like atmağı, kanala abunə olmağı unutmayın ki, mən də həvəslənib videoları daha da çox çəkim. Bu qədər. Gələn videolarda görüşənədək hamınıza uğurlar arzulayıram. Biz bunu bacaracağıq inşallah. Sağ olun. Gələn videolarda görüşənədək.